Değerli həmkarlarım, mən bugün sizə izah edəcəm 6-cı sinifin 17-ci mövzusunu. Detalların lehimləmə ilə birləşdirilməsi haqqında məlumat verəcəm bugün sizə. Gəlin görək lehimləmə nədir? Lehimləmək üçün hansı alətdən istifadə olunur və başqa hansı materiallardan istifadə olunur? Nələri birləşdirmək olar? Alətin hissələri və s. Əvvəlcə lehimləmədən başlayım ki, lehimləmə ərimiş lehim vasitəsilə əsasən metallarda qırılmaz əlaqənin əldə edilməsi prosesidir. Metallar deyəndə burada polad, çuqun aiddir və bundan əlavə olaraq şüşə, keramikanı, qrafiti də lehimləmək mümkündür. Əsasən materiallarda birləşdirəcək hissələrin qırılmaz əlaqəsini yaratmaq üçün onların aralarındakı boşluqları doldurmaq üçün istifadə olunur. Bəs lehimləmə nədir? Üzr istəyirəm, lehimləmə üçün hansı alətdən istifadə olunur desəniz, lehimləmə alətindən istifadə olunur və lehimləmə aləti əl, elektrik və infraqırmızı şüalarla, eyni ilə də lazer vasitəsilə də yerinə yetirmək mümkündür. Lehim özü birləşdirəcək səthdəki boşluqları doldurmaq üçün istifadə olunur və möhkəm tikiş əldə etmək üçün metal və yaxud da ərintidir. Yəni bu gördüyümüz hansı ki bu alüminium məftildir, loru dildə desək alüminium məftildir. Sadəcə çox nazik və incə olur. Daha sonra metal və yaxud da ərinti ona görə deyilir ki, bu metaldır və əritmək məqsədi ilə istifadə olunan alüminium məftillər nisbətən nazik olur ki, anında qızdırıcı alət vasitəsilə əriyə bilsin. Və keçirik lehimləmə alətinə. Lehimləmə aləti də bu şəkildə verilir. Hissələrinə gəlin baxaq. Mən sizə bir məsləhət verim. Hissələrinə buradan başlayırıq. Əvvəlcə elektrik çəngəli. Biraz qalxırıq. Şunur. Daha sonra dəstək. Daha sonra keçirik dəliklərə. Dəlikdən sonra gövdə gəlir. Daha sonra qızdırıcı gəlir. Qızdırıcı vint gəlir. Sonra da iynə gəlir. Deməli, iynə vint vasitəsilə gövdəyə bərkidilir və burada da qızdırıcı. Deməli, bu gördüyümüz iynə vint vasitəsilə deməli qızdırıcını gördüyümüz kimi burada üzərinə keçirilir vint vasitəsilə gövdəyə bağlanır. Yenə dediyim kimi bu cür deməli öyrənsəniz daha yaxşı yadda qalır. Birinci elektrik çəngəli, biraz yuxarı qalxırıq, şunur, daha sonra dəstək, dəlik, gövdə, qızdırıcı vint və iynə. Ardıcıllıqla əzbərləməyi sizə tövsiyə edirəm, çünki imtahanda da ardıcıllıqla düşə bilər. Daha sonra lehim də bildik nədir? Lehimləməcək hissələr, gəlin görək indi flüs nədir, kanifol nədir? Lehimləməcək hissələr flüs vasitəsilə yerinə yetirilir. Yəni səthin çirklənmədən qorumaq üçün flüsdən istifadə olunur və flüs vasitəsilə səthi çirkdən təmizləməsək, onda lehimlənəcək hissələr bir-birinə yapışmayacaq. Bəs kanifol nədir? Flüs olaraq kanifoldan istifadə edirik və kanifol nədir? Deməli, kanifol şam qətranının distilləsindən əldə edilən sarımtıl qəhvəyi qətran maddəsidir. Baxın, flüs kimyəvi maddədir. Amma kanifol desək, kanifol qətran maddəsidir. Flüs kimyəvi maddədir, kanifol qətran maddəsidir. Kanifoldan misi, daha sonra latunu, elektrik radio avadanlıqlarının hissələrini deməli lehimləmək mümkündür. Daha sonra
Gəlin indi lehimləmə üçün iş yerini necə hazırlamaq lazımdır və lehimləmə necə yerinə yetirilir, bunun haqqında məlumat verim sizə. Dəyərli müəllimlər, lehimləmək üçün əvvəlcə düzgün iş yeri təşkil etmək lazımdır. Bildiyimiz kimi lehimləmə aləti deməli qızdırıcı elementdir və bir çox yanıqlar baş verə bilər. Lehimləmə əvvəlcə deyim ki, altlıq taxtanın üzərində icra olunmalıdır. Altlıq taxtanın üzərində icra olunmalıdır. Həmin yer bütün deməli çirkdir, pastır, yağda hansı yeri ki biz lehimləyəcəyik, həmin yeri çirkdən, pastdan, yağdan fülüs vasitəsilə təmizləyirik. Daha sonra isə nə edirik? Yə və metal fırça vasitəsilə deməli lehimləmə alətinin ucluğu təmizlənir. Daha sonra indi isə baxaq görək lehimləmə necə yerinə yetirilir. Lehimləmə aləti əvvəlcə qızdırılır. Yaxşı qızdırılandan sonra bir neçə saniyə kanifula batırılır. Kanifula nəyə görə batırılır desəz müəllimə? Onu kanifula batırmasaq qalay, lehim, qalay və yaxud da lehim eyni şeydir. Yəni qalay da deyilə bilər, lehim də deyilə bilər. Gördüyünüz lehim həmin bu iynənin ucluğuna yapışır və həmin boşluğa düşmək əvəzinə çox hissəsi lehimləmə alətinin qızdırıcı iynəsinə deməli yapışır. Ona görə də nə edirik? Kanifula batırırıq. Deməli, alətin özünü kanifula batırırıq. Amma təmizlənəcək hissələri fülüs vasitəsilə təmizləyirik. Yəni, ona görə bayaq demədim, dedim qoy həmin yerə çatım, daha sonra izah edim. Burada deyir ki, fülüs olaraq kanifoldan istifadə olunur lehimləmə işləri üçün. Yəni, fülüs olaraq kanifoldan nəyə görə istifadə olunur? Alətdə. Amma fülüsün özünü materialda istifadə olunur. Alətdə kanifol istifadə olunur təmiz saxlamaq üçün. Aləti təmiz saxlamaq üçün kanifoldan istifadə olunur. Həmin o birləşdirəcək hissələri təmizləmək üçün fülüsdən istifadə olunur. 1-2 damla lehim götürülür. Daha sonra deməli lehimləmə alətinin iynəsinin ucu lehim təbəqəsi ilə örtülənə qədər kanifol parçası üzərinə saxlanılır. Daha sonra səhvlər var idi. Bəli, lehimləmə zamanı səhvlər var idi ki, hansı ki lehimləmə alətini yaxşı qızdırmadıqda, yəni işə zəif hazırladıqda lehimləmə aləti deməli kanifolu götürmür və eyni zamanda lehimdə ucluğuna yapışır və yaxud da iynəsini yaxşı deməli lehimləmə alətini ucluğunu, iynəsini yaxşı təmizləməyəndə deməli təkrar təmizləmək məcburiyyətində qalırıq. Və yaxud da birləşdiriləcək hissələr, yəni lehimlənəcək hissələr pis təmizlənibsə, yağdan azad edilməyibsə, o deməli bu cür birləşmələr möhkəm olmur. Yəni bir-birinə birləşsə də sonra dərhal qopur. Daha sonra təhlükəsizlik qaydaları bütün siniflərin bütün siniflərin dərsliklərinin təhlükəsizlik qaydalarını, mövzuların sonundakı təhlükəsizlik qaydalarını mütləq şəkildə oxuyun. Mütləq şəkildə. Çünki elə bir yerlər var ki, məsələn, təhlükəsizlik qaydalarına salınıb, amma çox önəmli bir hissədir. Baxın, burada deyir ki, işə başlamazdan əvvəl şəbəkə gərginliyinin elektrik lehimləmə alətinin gərginliyinə uyğun olduğuna əmin olun. Çünki güclü bir voltda olan işığa taxsaq, lehimləmə aləti anında xarab ola bilər. Daha sonra altlıq taxta üzərində olmasına əmin olmaq lazımdır. Lehimləməni havalandırma təchiz olunmuş yerlərdə, iş yerlərində aparmaq lazımdır. Deməli, isti lehimlə də, lehimləmə aləti vasitəsilə də, yəni işimizi qutarsaq belə, yəni əvvəldə də, sonrada da soyuyana qədər lehimləmə aləti ilə
ehtiyatlı davranmaq lazımdır. Dərsimiz bu qədər. Hər hansı bir sualınız olarsa rəy bölməsinə yazın. Bura qədər dinləmisinizsə videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.